İlk önce sizlere salamlayıyorum. Halkımı, ordumuzu salamlayıyorum. Qəhrəman şəhidlərimizi, qazilərimizi, dövlət adamları, bu tədbirə gələn xanımlar, başımızın tacı olan xanımlar sizlere salamlayıyorum. Çox çıxış eləmişəm bu 5 ildə kifayət qədər tədbirlər aparmışam. Görürsən, yazı da yazmışam. Nə bacarmışam, eləmişəm. Axır vaxtlar çox kövrəlirəm, çox sıxırsızım. Deyəsən qocalıram, deyəsən qocalıram. Şəhidlərimiz barəsində danışsaq, onlar ülvi bir qəhrəmandılar. Mənim bir dostum var, gəlmişdi bizə. Baxdı üzünə, bilməm, 2-ci gün axşam idi ya, 3-cü gün axşamımız idi. Dedi, bilirəm, çətindir sənin üçün, hələ bundan sonra nə qədər çətinliyin olurlar. Onda dilim də gəlmir, deyirəm sənə, pis yozma da. Bu uşaqlar şərəfli öldürür. Şərəfli öldürür. Biz qalmışıq çətinliklə. Ona görə də bəzən görürsən, bizi məcbur edirlər danışmalar. Əlbəttə, Allahımız, dinimiz, vətənimiz birincidir. Amma o ikinci dərəcədə də böyük bir şey var. Evladın yoxluğu dərddir, varlığı dərmandır. Evladın varlığı dərmandır. İndi baxın, görün, bizim nə qədər analarımız dərdimizdir, acılar çəkir. Allah'tan sizlərə səbirlər diləyim. Bilbəyə xanım, sizə minnətdarım ki, tək qoymusu çıxıb danışırsınız. Məndən əvvəlki həmkarlarım çox danışdılar. Qəhrəman şəhidlərimizdir də, üzümüzü də ağ eləyiblər, başımızı da uca eləyiblər. Bu yağışda qaldığı çoğunda şüyə qədər gediblər. Bu qayaları, bu əlləri ilə, əllərinin nəfəsləri ilə isidə gediblər. Görürsən ki, kimi Ağdamda, kimi Füzulidə, kimi Cərmayədə, kimi Suqovuşanda, Talışda, Ağdərədə, hələ bir yerdə görürsən ki, qisməti bitdi, taleyi bitdi, orada da gözləri yumdu. Baş əylə bunların qarşısında. Elə bir ki, bunların qarşısında mən kimə, heç bir zərriyəm, bir tozam. Ömrümü, günümü borcluyum ona, həyatımı borcluyum. Bizim bir sevimli aktyorumuzun bir şeirini eşitmiştim. Səhv eləməmsə Nurəddin müəllim. Onun bir nəziləm vardı, yazmışdım onu. Oradan söz götürməmişdim. İstəyərdim onu deyim, elə çox da vaxtımızı almayacaq. Biraz oradan çekin. Səndədir qeyrət qürur. Torpaqda yatsan da səndədir qeyrət qürur. Aramızda olmasan da adın əbədi durur. Sən bir günəşsən, səndədir nur. Keçsə də illər, ürək hələ də eşqinlə olur. Dünyada hələ bir ləhzə ömr etmiş. Kimi cavan, kimsi qoca ikən getmiş, nakar talihin torpaq üstə bitmiş, bir qəhrəmansan ki, haqq da, həqiqət də budur. Çox tez qopdu ömrün yarpağı budağından, yandı könlüm ayrılıqdan, yoxluğun xəbər verir evimizin sönmüş çırağından. Bu sevgisiz, duygusuz otaqlarda xəyallar hələ də səni axtarır. Bu sevgisiz, duygusuz otaqlarda xəyallar hələ də səni axtarır. Şirin canı qurban etdin vətən üçün, sənə ağlaram için, sən səmaları dolanan bəyaz göyərçin. Səni xatırlamaqdan, səni axtarmaqdan gözlər yorulur. Harda olsam, fikrimdə, xəyalımdasan. Mən heç kim, sənsə dumanlı dağsan, səmalara ucalan
şanlı bayraqsan, bəlkə də bulud, bəlkə də yağmursan, səni düşündükcə gözlərim dolur. Sən bayrağa büküləndən mən qəmlərə büküldüm. Sən bayrağa büküləndən mən qəmlərə büküldüm. Çiçək olub məzarına əkildim. Baharlarda gül açır, baharda da soldum. Sənsiz payızı, qışı baharda gördüm. Maradan ötsə də illər, sənə olan sevgi dəyişməz qalır. Allah rəhmət etsin. Şəhidimizə də, şəhidlərimizə şöhrət hasil olur. Onun nurani simasında bütün şəhidlərimizə Allah rəhmət etsin deyirəm. Əziz analar, qarşımızda doğrudan da həqiqətən də baş əyirlər. Mənim saçlarım belə ağarmamışdı. Yəni yaşım da var, az da deyil. Onun da üstünə bir bəhanə gətirmirəm. Amma sizləri görəndə doğrudan da indi hamını da deməyəcəm, amma burada məxsusi analarımız var, 15-20 nəfər ki, bu 5 ildə vəhdət yaratdınız, yaşatdınız, belə bir binalara, saraylara gəldik, çıxdıq. Çox yerdə xəbərdar oldular, bildilər. İstədiyimiz nədir ki, bizə bundan sonra nə lazımdır ki, bizim qəhrəman oğullarımız unudulmasın, adları əbədiləşdirilsin və biz olmayan vaxtlarda xalqımız hər bir zaman onlardan həm kədərlə danışsın. Danışsın ki, bir oğlu vardı, getdi, gəlmə. İsmi. Amma onun qəhrəmanlığını da desinlər ki, xalqımıza faydası nə qədər olur? Bu ölkəmizə faydası nə qədər olur? Onun etdiyi əməllərdən bu xalq nə qədər faydalanır? Xalqımızın bu sevinç günləri ki oldu, yaşayır onu, o Şuşada keçirdilər, o təntənədə zadda, bu sevinç payında sizlərin samballı payı var. Allah şəhidlərdir.